Salam, yeni bir video dərslikdə xoş gördüm sizləri. Bu günləri biz 1S-də nomenklaturaların yaradılmasını öyrənəcəyik. Bundan əvvəlki video dərslikdə nomenklatura qruplarını yaratmışdıq. İndi isə nomenklaturalarının özlərini yaradacaq. Proqramımızı açırıq. Gəlirik nomenklatura bölməsinə. Yaratdığımız qrupların daxilində nomenklaturanın özlərini yaradacaq. Belə bir faylımız var. Faylda qrupun adları və daxildə nomenklatura adları qeyd olunub. Bu dərsdə bundan istifadə edəcəyik. Birinci mallar qrupudur. Mallar qrupuna daxil oluruq. Buradan əlavə et düyməsini sıxırıq. Qarşımıza belə bir pəncərə gəlir. Gəlirik mallar qrupunun daxilində birinci nomenklaturamız armatur, qarşısında onun daxili kodu, digər tərəfdə isə vergidə uyğun olan koddur. Bu hər iki koddan biz istifadə edəcəyik. Armaturu kopya edirik. Qısa ad hissəsində qeyd edirik. Daha sonra tam ada avtomatik olaraq özü daxil edir. Kod hissəsini hərəkətlər bölməsindən aktiv edirik. Qarşısındakı kod kopya edilib kod hissəsinə əlavə edirik. Burada iki seçim var. Xidmət və hazır məhsul. Bunlar tərcümə olaraq əslində maddi, qeyri-maddi kimi nəzərdə tutulur. Hazır məhsul maddidir, hansı ki ambara ehtiyacı olan. Xidmət isə qeyri-maddi, ambara ehtiyacı olmayan. Sadəcə tərcümə olaraq burada xidmət hazır məhsul deyilir. Biz ümumiyyətlə praktikada ambara ehtiyacı olan bütün nomenklaturalarda hazır məhsulu seçəcəyik. Ambara ehtiyacı olmayanlarda isə xidməti seçim edəcəyik. Armatur hazır məhsuldur, onu seçirik. Daha sonra ölçü vahidi hissəsinə daxil oluruq. Ölçü vahidi kiloqramdır. Kiloqramı seçim edirik. Ədəvi dərəcəsi buradan 18%, onu seçim edirik. Malların qrupu. Bu malların qrupu bizim digər vergidə olan kod odur. O kodu buradan kopya edirik. Gəlirik malların qrupunu klik edirik. Buradan əgər həmin mal burada varsa onu seçirik. Yoxdursa yenisini yaradırıq. Armatur varmış. Burada armaturu seçirik. Həmin kodu bura avtomatik olaraq düşür. Nomenklatura qrupu. Nomenklatura qrupuna baxırıq. Maldırsa malları seçirik. Baxın, burada nomenklatura qrupu burada da var. Nomenklatura qrupu yuxarı hissədə var. Bu yuxarı hissədə olan adlandırma üzrə, qruplaşmadır. Mallar qrupu, hazır məhsullar qrupu. Aşağı hissədə olan isə
Bu müxabirləşmədə istifadə olunur. Yəni proqram müxabirləşməni aşağı hissədə seçdiyimiz nomenklatura qrupuna görə təyin eləyir. Ona görə bunları qarışdırmayın, bunlara diqqət edin. Daha sonra gəlirik digər hissələrə dəymirik. Yazmaq deyirik, OK deyirik. Artıq bir nomenklaturamız hazırdır. Keçirik ikincini yaratmaq üçün. Boru profili əlavə et deyirik. Boru profilini seçirik. Hərəkətlər hissəsindən aktiv edirik. Baxın, əgər hərəkətlər hissəsində burada ardıcıl gəlirsə, birini tanıtdıqda proqram avtomatik olaraq özü sıralayır. Yox, fərqlidirsə bir-bir əllə daxil etməliyik. Yəni bu daxil etməsəydik də proqram artıq ikinci, üçüncü, dördüncü deyə özü sıralayacaqdır. Sadəcə olaraq mən göstərirəm, praktikada istifadə edə bilərsiniz deyə. Boru profili hazır məhsuldur. Buradan ölçü vahidi kiloqramdır. Kiloqramı seçirik. Ədəvi dərəcəsi 18%. Malların içərisindən baxırıq. Boru profili var. Yoxdursa əlavə et deyib, kodu, adı yazıb, buradan OK düyməsini sıxaraq yarada bilərik. Bizdə var boru profili. Malların qrupunda daxil edirik. Nomenklatura qrupu mallardır. Onu daxil edirik və OK deyirik. Artıq mallardan ikisini yaratdıq. Eyni qayda ilə digərlərini də yaradacaq. Hansı ədəbiyyəyə cəlb olunursa, burada ədəbiyyəsi seçirik. Ədəbiyyəyə cəlb olunmayanı seçmirik. Gəlin indi digər bir neçəsini də yaradaq. Məsələn, materiallar. Materiallar bölməsində proqramımızı açırıq. Materiallar bölməsinə daxil olub əlavə et deyirik. Məsələn, taxta əlavə etdik. Bu da hazır məhsuldur. Kod hissəsini aktiv edirik. Kodu daxil etdik. Kub metrdir ölçü vahidi. Buradan metr kubu bunu da seçə bilərik. Digərini də seçə bilərdik. 18% seçirik. Mallar qrupundan baxırıq. Taxta var, bəli. Seçim edirik. Nomenklatura qrupu materialları seçim edirik. OK deyirik. Materiallardan da birini yaratdıq. Qeyri-maddi aktivlərdən də birini yaradaq. Məsələn, proqram təminatı 1S. Proqramımızı açırıq. Qeyri-maddi aktivlərə daxil oluruq. Əlavə et deyirik. Proqram təminatı 1S. Onu əlavə etdik. Baxın, qeyri-maddi aktiv, yəni hazır məhsul deyil, xidmətdir. Yəni burada xidməti seçim edirik. Yəni bu ambara ehtiyacı yoxdur. Koduna ehtiyacı yoxdur. Kodu avtomatik proqram özü sıralayacaq. Ölçü vahidi qeyri-maddi aktivdirsə, qeyri-maddi aktiv deyə ölçü vahidini əlavə edirik. Buradan
ƏDV dərəcəsi ehtiyac yoxdur. Malların kodundan 1S tapırıq. Proqram təminatı 1S. Okey, o da varımızda. Nomenklatura qrupu qeyri-maddi aktiv seçib okey deyirik. Qeyri-maddi aktivimizi də seçdik. İndi gəlin digərlərində olduğu kimi əlavə edəcəksiniz. Sadəcə mən vaxta görə bunların hamısını əlavə etmirəm. Burada qeydimiz var, əmsallaşdırma deyə. Bu nədir? Əmsallaşdırma ölçü vahidləri arasında olan uyğunluqdur. Məsələn, bizdə ambarımızda tutaq ki, mallarımız tonlandır, amma satışımızı kiloqramla edirik və yaxud da alışımızı kiloqramla edirik. Bunlar arasında uyğunluğu yaratmaq üçün mütləq əmsallaşdırma tətbiq olunmalıdır. Birinin üzərində misal olaraq göstərəcəm, digərlərini özünüz edərsiniz. Məsələn, açırıq proqramımızı, biz armaturu daxil etmişdik mallar qrupunda. Əmsallaşdırma malları, yəni nomenklaturanı yaradandan sonra nomenklaturaya daxil oluruq. Burada əmsallar deyə belə bir bölməsi var. Ora keçid edirik, əlavə et deyirik. Baxın, armatur əsas ölçü vahidi kiloqramdır. Əlavə ölçü vahidi olaraq biz buradan ton seçirik. Yoxdursa yarada bilərik burada. Əlavə edib, yəni ölçü vahidini yarada bilərik. Tonu seçirik. Bunların arasındakı uyğunluq necədir? Məsələn, 1 ton 1000 kiloqramdır. Ona görə də bura 1000 yazırıq. Əksi olarsa 0.001 yazardıq. Yəni, əsas ölçü vahidimiz ton, əlavə ölçü vahidimiz kiloqram olardısa, bunun əksin, yəni 1000-ə bölüb yazardıq. Əmsallaşdırma da bu qədər, yoldaşlar. Digər bu nomenklaturaları özünüz yaradarsınız. Suallarınız olarsa komment bölümündə qeyd edib mənimlə əlaqə saxlaya bilərsiniz. Bu dərsimiz bu qədər. Növbəti video dərsimizdə görüşmək ümidi ilə videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Hələlik salamat qalın.